Oxuyun bir neçə dənə, bitirirəm sözümü. Buyurur ki, hədisdə buyurur ki, kim qadın qohumunu, qız qohumunu sevindirsə, xalası, bibisi, məsələn, qızı, həyat yoldaşı, qadın, nənəsi, anası, hər kim olur olsun, kim onu sevindirsə, Allah onu qiyamətdə sevindirər. Məişət məsələsidir. Bir dənə xoş sözlə, bir hədiyyə ilə onu sevindirəsən. Hədisdə var ki, bir adam ailəsi üçün gedir bazarlıq eləyir. Biz deyir, təbiidir adam bazar. Təbii demə də, təbii deyə bildik. Amma niyyətin nədir? Allah rizası üçün niyyətlə çıx. Buyurur ki, elə bil acları doydurmuş kimidir. Acları, acından ölən adamları doydurmuş kimidir. Kim qızını sevindirsə, hədisdə var, elə bil İsmail övladlarını əsarətdən azad edir. Həzrət İsmail Peyğəmbərin məsələn övladları döyüşdə əsir olub, onları əsarətdən azad edir. Kim oğlunu sevindirərsə, oğul övladını sevindirərsə, hədisdə var, Allahın qorxusundan ağlayanların savabı yazılar ona. Dalıyca buyurur ki, وَمَنْ بَكَى فِي خَوْفِ اللّٰهِ عَزَّ وَجَلْ اَدْخَلَهُ اللّٰهِ فِي جَنَّاتِ النَّعِيمِ. Kim Allah qorxusundan ağlasa, Allah onu cənnətə daxil edər. İbadətdir, hər bir addımımız ibadətdir. Adam bilmir necə şükür eləsin belə.